Yolçu Bəhruzoğlu Babazadə 20 yanvar 2002-ci ildə Şəki rayonunun Qozlubulaq kəndində dünyaya gəlib. Azərbaycan ordusunun əskəri olan Yolçu Babazadə 2020-ci il sentyabrın 27-sində ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşüb. Yolçu Babazadə 5 oktyabr 2020-ci ildə gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Yolçu Babazadə ölümündən sonra vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, igidliyə görə və vətənə xidmətə görə medalları ilə təltif edilib.